Salam, gəlin bir anlıq dayanıb ətrafımıza baxaq. Həyatımızı asanlaşdıran, amma çox vaxt heç fərqinə varmadığımız bir güc var. Bugün məhz o görünməz mühərriklərdən, dünyamızı hərəkətə gətirən o qüvvədən danışacağıq. Heç fikirləşmisiniz ki, səhər tezdən qalxıb işıqları yandıranda, liftə minəndə, hətta telefonunuzu cəryana taxanda, bütün bu hərəkətlərin arxasında dayanan ortaq sihir nədir? Gəlin bu sirrin üstünü birlikdə açaq. Cavab əslində çox sadədir. Elektrik maşını. Bu qədər bəsit. Bu qurğular deməli, ya hərəkəti elektrikə çevirir, ya da tam əksinə, elektriki hərəkətə. Bütün müasir dünyamız baxın, bu iki çevrilmənin üzərində qurulub. Yaxşı, bəs bu maşınlar bunu necə bacarır? Bu, heç də sehir deyil, əslində çox möhtəşəm bir elmdir. Hər şeyin arxasında iki dənə fundamental fizika prinsipi dayanır. Gəlin indi bu elmin dərinliklərinə baş vuraq. Hər şeyi təsəvvür edin, təxminən 200 il əvvəl başlayıb. 1831-ci ildə Michael Faraday adlı bir dahi elektromaqnet induksiyasını kəşf edir. Bu, sanki ilk domino daşı idi. Ondan sonra Maxwell və Lenz kimi alimlər bu təməl üstünə yeni daşlar qoydular və nəticədə 20-ci əsrin əvvəllərində bugün istifadə etdiyimiz demək olar ki, bütün elektromaşınlarının əsası yaradıldı. Baxın, bu slaydda məsələnin ürəyini görürük. Elə bir medalın iki üzü kimidir. Bir tərəfdən naqili maqnit sahəsində fırladırıq və vuaля, elektrik yaranır. Bu, generatorların iş prinsipidir. O biri tərəfdə isə naqilə elektrik veririk və o hərəkətə gəlir. Bu da mühərriklərin sirridir. Gördüyünüz kimi, biri o birinin tam tərsidir. Amma ikisi də eyni fundamental qanunu söykənir. İndi gəlin bu maşınların, belə deyək, ailə ağacı ilə tanış olaq. Bu ailənin hər bir üzvünün öz işi, öz vəzifəsi var. Bəziləri enerjini yaradır, bəziləri onu hərəkətə çevirir, bəziləri isə sadəcə formasını dəyişir. Ailənin ilk üzvləri generatorlardır. Onlar əsl yaradıcılardır. Təsəvvür edin, su elektrik stansiyasında böyük bir turbin fırlanır. Məhz generatorlar o fırlanma hərəkətini götürüb evimizdəki lampanı yandıran elektrik enerjisinə çevirir. Onlar bizim enerji mənbəyimizdir desək, yanılmarıq. Sonra gəlir mühərriklər. Bunlar ailənin əsl zəhmətkeşləridir. Elektriki alıb onu hərəkətə çevirirlər. Mətbəxinizdəki blenderdən tutmuş, şəhərləri bir-birinə bağlayan sürətli qatarlara qədər ətrafınızda hərəkət edən nə varsa, çox güman ki, içində bir mühərrik var. Və nəhayət transformatorlar. Bunlar biraz qəribədir, çünki heç bir hərəkət edən hissələri yoxdur. Amma onlar olmasaydı, müasir enerji sistemimizdə olmazdı. Onların işi enerjini uzaq məsafələrə itkisiz daşımaq üçün gərginliyi artırıb azaltmaqdır. Çox vacib bir iş. Yaxşı, bütün bu maşınlar əsasən iki cür qida ilə işləyir. Biri rozetkadan gələn dəyişən cərəyan, yəni AC, digəri isə bataryalarda, telefonlarımızda olan sabit cərəyan, yəni DC. Dəyişən cərəyanla işləyən maşınlar, yəni AC maşınlar daha çox yayılıb. Onların da öz ailəsi var. Transformatorlardan danışdıq, sonra asinxron mühərriklər var ki, bunlar sənayinin canıdır demək olar. Bir də sinxron maşınlar var, onlar daha dəqiq işlər üçün lazımdır. Adlar biraz texniki səslənə bilər, amma əsas odur ki, hər birinin öz yeri, öz rolu var. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Bütün bunlar real həyatda nə anlama gəlir? Bu maşınlar gündəlik həyatımızın tam olaraq harasındadır? Gəlin baxaq. Bu cədvəl hər şeyi çox aydın göstərir, elə deyilmi? Baxın, elektrik stansiyalarındakı o nəhəng generatorlardan tutmuş, zavodlarda dayanmadan işləyən asinxron mühərriklərə qədər və ya dəmir yollarında qatarları hərəkətə gətirən DC mühərrikləri. Onlar sözün əsl mənasında sivilizasiyamızın altında yatan, amma görünməyən infrastrukturudur. Və bu texnologiyanın təsiri həqiqətən də inanılmazdır. Demək olar ki, yarısı sənayedədir, amma nəqliyyat, kənd təsərrüfatı, hətta gündəlik məişətimiz, müasir cəmiyyətin hər bir sahəsi bu maşınlardan birbaşa asılı vəziyyətdədir. Bu sitat isə çox vacib bir məqama toxunur. Bütün mühərriklər arasında asinxron mühərrik sanki bir ulduzdur. Niyə? Səbəb çox sadədir. O çox bəsit quruluşa malikdir. Demək olar ki, xarab olmur və çox etibarlıdır. Məhz buna görə də o sənayenin əvəzolunmaz iş atına çevrilib. Yaxşı, bu texnologiya 100 ildən çoxdur ki bizimlədir, amma bu hekayənin sonu demək deyil. Bəs gələcəkdə bizi nə gözləyir? Bu təməl texnologiya necə inkişaf edir, necə təkamül keçirir? Alimlər, mühəndislər dayanmadan işləyirlər. Onlar nə edirlər? Birincisi, daha yaxşı, daha effektiv materiallar axtarırlar. İkincisi, maşınları daha səmərəli etməyə çalışırlar ki, daha az enerji sərf etsinlər. Üçüncüsü, tamamilə yeni dizaynlar, yeni konstruksiyalar yaradırlar. Və hətta gələcəkdə ifrat keçiricilik kimi demək olar ki, fantastik texnologiyaların tətbiqi üzərində düşünürlər.
Və beləliklə söhbətimizi bu sualla yekunlaşdıraq. Biz daha çox təmiz enerji, daha ağıllı cihazlar istədiksə, bir əsr əvvəl qoyulmuş bu sadə prinsiplər gələcəyimizi necə formalaşdıracaq? Elektromobillərdən tutmuş külək turbinlərinə qədər hər şey bu fundamental maşınların növbəti təkamülündən asılıdır. Bəlkə də növbəti 100 ilin ən böyük texnoloji sıçrayışı məhz bu sahədə olacaq. Bu barədə düşünməyə dəyər, elə deyilmi?